baxırıq 4-cü suala. Bizə verilib ki, m parametrinin hansı qiymətində A vektoru, B vektorları deyir bir-birinə paraleldir. Ümumiyyətlə, tutalım bizə bir A vektoru verib x1, y1, bir B vektoru var x2, y2 tutalım ki. Bizə deyir paraleldir. Bu şərt paralellik şərtinin ödənməsi üçün x1-in x2-yə nisbəti bərabər olmalıdır y1-in y2-yə nisbəti. Eyni qaydada ifadədə tətbiq eləsək, x1-im, y1-im, x2-im, y2-im. O zaman nə olacaq? A vektorun kəmiyyətləri hansılardır? m-3, B vektoru hansıdır? -12m. Qaydaya əsasən, paralelliyə əsasən m-in -12-yə, -3-ün m-ə çarpaz vursam, m kvadrat bərabərdir 36, m bərabərdir plus minus 6. Cavab olacaq A variantı.